bugün böyük gündür. Çünkü ayın 15'idir bugün. Saat 8'in yarısı məktəbdə olmalıyam. Ve saat 6'dır. Ben indi durmuşam. Sağ ol. Diyor biraz da üşüyür. Biraz da depresyondayım. Kusura bakmayın. Overthink saati gəlib diyor. Hazırlaşacağıq. Hazırlaşacağıq, gidəcəyik. Bir də mən bugün aparacağım tədbirdə. Ona görə biraz ekstra heyecanlıyım. Hətta bayağı heyecanlıyım. Məktəbə görə yox, sırf ona görə heyecanlıyım. Mən aparacağım deyə bilmirəm. Tədbirdən video çəkə biləcəm ya yox. Bilmirəm deyəndə heç çəkə bilməyəcəm hətta. Aparıcı olduğum üçün. Amma sonrasın, yəni məktəbin tədbirdən sonrasında belə deyim, onu çəkməyə çalışacağam. Dostlar, mən geyindim belə. Amma nəsə heç içmə sinmədi, yəni bu belə olmamalıydı bu paltar. Heç iç açıcı deyil bu. Dostlar, Diyu xanımın saçlarını düzləşdirir. Elə bir tədbirə bu gedir, mən yox. Öz saçımı da daradım. Belə oldu. Bu arada mən saçımı dünəndən hörmüşəm. Səhər də oyananda gördünüz zaten. Bugün axşam saat 9'a qədər bu saçlanır. Diyor belə oldu. Mən də belə oldum. Çıxırıq. Dostlar, biz deyəsən bir amca heyecanlıyıq. Şu qədər falan. Bir anım. Mən bayağı heyecanlıyam. Tədbirə görə, məktəbə görə qətiyyən yox. Ben mektebe göre heyecanlıyım. Çünkü mektebin ilk günüydü. Ve sinifimiz yenidir. Yeni şeyler var. Siniflər yeniləyəndə sinif otaqları yenidir. Of, heyecan dolu anlar. Dostlar, çatırıq məktəbə. Birinci mi? Evet. Mən məktəbə görə yox, mən tədbirə görə heyecanlıyam. Məktəbə hər gün gəldiyim məktəbdir də. Amma tədbirə görə bayağı heyecanlıyam. Tədbirin açılışını mən eləyəcəm. Çox heyecanlıyam. Tədbiri bitirdik. Çok heyecanlıydım ama heyecanıma yani değdi de gerçekten çok qəşəng tədbir idi. Sizə mən fanatlarım sizlərə. Evet, qapı örtüldü çünkü. Deyəsə müəllimimiz gəlib, biz dərsə gecikmişik. Xəcə biraz üzün görsün, Xəcə. Bizi görmüsən. Muxtar öldürmüş, elə dedim. Yine şey var ha. Muxtar çox məmnunsan həyatdan elə. Anlatacağım. Çox məmnunsan həyatdan elə. Belə də. Belə də nədən Muxtardan kim cavab verir? Ha daha. Məmnunmuş Muxtar həyatından dostlar. Muxtar, salam ver. Sinifdə oturmuşuq. Sinifin yarısı tarix oxuyur. Çıldıracağım ya, yeter artık, bəsdir bezdi. Ben fizik okuyorum. Aytaçmayım ben. Mən diyecek yazıram. Tarix oxumuşam mən. Qətiyyən hazırlığa çatmayacağıq. Ona görə qaçmalıyıq. Dostlar, bizim riyaziyyatımız qutardı. Amma mən riyaziyyatdan heç nə çəkə bilmədim. Çünki cidden o kadar yorulmuştuk ki, o kadar hamımız o kadar yorğunuyduq ki ve sadece test işlədik dərsdə. Davada özümüz test işlədik. İstərsəməz həm fürsət olmadı, həm də heç yadıma düşmədi video çəkmək. Çünki dəhşət yorğunuydum və bu saatda yorğunum əslində. Bəlkə də gözlərimdən görürsünüz, saat 6'dan oyağam. Dəhşət yorğunum, amma tədbirimiz o qədər qəşəng keçdi ki, tədbirimiz belə mükemmel keçdi. Birincilerin böyle mahnı deməsi, milli rəqsləri falan o kadar qəşəngdi, o kadar şirin idilər ki, çok minnoşuydular. Çok qəşəng idilər. Tədbirimiz həqiqətən çox maraqlı keçdi. Sonra zaten tədbirdən sonra mən dərsə çıxdım, dərsə qalxdım. 2-ci saata
getdim ikinci saatın yarısına. Tədbirimiz 1 saat yarıma qurtardı. Həqiqətən çox maraqlı idi. Məktəbdən tədbiri çəkənlər olub, amma o videolar mənim əlimdə yoxdur. Ki inanmıram da mənə gəlib çata o videolar. Ona görə də yəqin ki tədbirdən heç bir video falan qoya bilməyəcəm, amma tədbirdən əvvəl ssenarini falan onları çəkmişdim və yəqin ki onları qoyacağam. Amma yenə deyirəm tədbirdən heç bir şey qoya bilməyəcəm. Buradan sonra tarixə gedəcəm. 1 saat yarım boş vaxtım var və yarım saat gedib 1 saatım qalıb. Tarix oxumalıyam, təkrarlamalıyam, amma dəhşət yorğunam. Heç nə eləmək istəmirəm. Görürsün məni. Çıxıram. Bu arada paltarımı dəyişdim. Bildiniz də yəqin. Məktəb formasında olmadığıma görə, amma evə getməmişəm. Paltar götürmüşdüm özümdən. Tarixə gedirik Muxtarla. Heç həvəsim yoxdur, amma həqiqətən o qədər yorğunam. Muxtar necə yorğundur. Yazıq məktəbə gedib, sonra ədəbiyyata gedib, sonra riyaziyyata gəlib, indi də tarixə gedir. Muxtar, bir dənə kameraya salam elə. Bayaqdan dalaşmırmışıq kimi. Salam. Məktəbdə də dalaşırıq. Hazırlıqda da dalaşırıq. Yolda da dalaşırıq. Muxtar, mən niyə səninlə normal yola girəmirəm? Evi olan işte. Alan işdir. Çünkü fikirlərimiz birbirini tutmur. Çünki sənin fikirlərin çox mağar adamsan, Muxtar. Mən düzün deyirəm, sən də ki səhvi özünə düz bilmək istəyirsən, prosta ki bilmirsən. Nə danışır bu? Evim mağaradan qaçıb. Muxtara deyirəm ki, Muxtar sən mağaradan qaçmısan. Muxtar deyir ki, eləniz ən salamatı oradır. Mən deyirəm də uşaq mağaradan qaçıb, heç kim mənə inanmır. Muxtar, bax sənə görə yarım saat artıq qaldıq. Sizə görə, 6 nəfərə görə. Eybi yox. Heç biri də dərs öyrənməyib, dərsə gəliblər. Tural müəllim bunları saxladı əlavəyə. Yarım saat saxladı. Muxtar yenə şikayətlənir. Bir gün 1 saat dalaşmasaq, 1 saat bir ortamda dalaşmasaq, cidden şükür eləyəcəm. Mümkün deyil. Evə gedirəm. Bugün mənim kinom var. Yaşasın. Bugün uzaq şehir var. İkinci sezonu başlayır. Çox heyecanlıyım. Gedib uzaq şehirə baxacağım. Mən evə çatana, yemək yeyənə falan saat 10 olacaq. Çok heyecanlı. Səbirsizliklə yeni sezonunu veya yeni bölümünü gözlədiyim 2 gün olub. Birincisi yargı. 4 dəfə baxıb bitirmişəm də onu. İndi də uzaq şehir. Takmışam da kafayı. Bu yol mənim overthink yolumdur. İzlediğiniz için teşekkürler. Sona kadar izlediğiniz için teşekkürler. Diğer videoda görüşürüz.